Saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaçan çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Selim. Elnur gitti. Ha, nədir ki? Deyirdim bir yerde oturup yemeği yerdik. Yemeği hazırdı. Yox, o tələsirdi. Tez çıxıb getdi. Yaxşı. Başka vaxt yenə çağırarsan. Ailəvi oturarıq. Yaxşı. Yeni xəbəri eşitmisən? Nə xəbərdir elə? Cavidan indi qardaşı ilə bir yerdə işləmək istəyir. Nə? Doğrudan? Ha, doğrudan. O ciddi cəhdlə işə başlamaq istəyir. Qardaşı ilə birgə işləmək fikrindədir. Ay, bunu səndən eşidib çox sevindim. Oğullarımız bir-biri ilə mehriban olsalar, bir yerdə işləyib şirkəti birgə idarə eləyərdilər. Bilmirəm. Amma Cavidan bunun öhdəsindən gəlsə, mən çox sevinərəm. Ona şans vermək lazımdır Səlim. Özün görəcəksən. O mütləq öhdəsindən gələcək. İnşallah elə olar, Dilbər. Murad, bu günləri yaşamaqdansa ölməyim yaxşı olardı. Ulduz. Belə demə də. Sən mənə lazımsan. Ay kişi, Hə arvad, nə olur olsun. Mən səni çox sevirəm, bunu bil. Özünü ölüm arzulama. sən məni ağlatmaq istəyirsən Murad. Oturub fikirləşirəm ki, dolanışıq qayğısı, anamın qəddarlığı, keçən illər. Hamısı cavanlığımızı, həyatımızın ən gözəl vaxtlarını özü ilə apardı. Sən əvvəllər heç belə danışmırdın ay kişi. Mən həmin vaxtlar sənə çox söz deyə bilmirdim Ulduz. Bütün gün işdə olurdum. Çox az pul qazanırdım. Evə tez gəlməyə haqqım da yox idi. Atamdan, anamdan utanırdım. O vaxtlar ər-arvadın bir-birini sevməsi, bir-birinə diqqət göstərməsi ayıb sayılırdı. Ya da heç bilmirəm. Tək bizim evdə elə idi, yoxsa başqalarında da belə idi. Heç bilmirəm. Qısası atam həmişə deyirdi ki, kişi küçə adamıdır. Səni bilmirəm. Amma mən səndən sevib evlənmişəm. Sənə şirin sözlər demək istəyirdim. Amma ata-anamdan utanırdım. Xüsusilə də anam, arvad ağız, adam da arvadı ilə belə xoş danışar deyib məni danlayardı. Ona görə də heç vaxt üzüm gülməzdi. Mənsə bütün gün anamdan pis sözlər eşidərdim. Yeri cənnət olsun. Sən gələndən sonra isə gözləyirdim ki, heç olmasa bu adam
Mənə şirin söz desin. Mən bunu hiss eləyirdim. Amma heç nə deyə bilmirdim. Ay kişi. Yadındadır. Bilmirəm neçənci il idi, amma qışda güclü qar yağmışdı. Sən həmin vaxt məni xizəkdə sürmüşdün, yadındadır. Həmin vaxt məndən xoşbəxt adam yox idi. Qadına az da olsa sevgi göstərsən bəs eləyir. Başqa heç nə lazım deyil. Hə, yaxşı ki, həmin gün anam qohumumuz gilə getmişdi. Rahat hərəkət edirdim. Amma gün orta vaxtı qaynanamın evə gəlməyi yadındadır. Küçədə bizi görüb nə qədər qarğış elədi. Qarğış elədi də sözdür, ay arvad. Həyətə girəndə sən sakitcə evə keçdin. Anamsa məni süpürgə ilə möhkəm döydü. Yadımdadır. Deyirdi arvaddan qorxansan, həmişə də belə olacaqsan. Budur bax, indi yaşlı adamam. Hələ də sənin sözünə baxıram. Onda pəncərədən səni necə vurduğuna baxanda başmağını çıxarıb mənə atmışdı. O da gəlib pəncərəyə Onda dəymişdi. utandığından üzün qıpqırmızı olmuşdu. Hələ də yadımdadır. Anan o vaxtlar ən xırda, dəyərsiz şeyləri belə mənə qıymırdı. Heç yadımdan çıxmaz. Yaxşı. Yaxşı. İndi həyat belədir də. Keçmiş keçmişdə qaldı. Heç olmamaqdansa gec olmağı yaxşıdır deyiblər. Budur, gec olsa da səni sevdiyimi dedim. Hə? Sən komada yatanda xəstəxanadan heç yerə getmədim. Səni itirməkdən çox qorxurdum. Çox. Düzünü desəm, elə həmin vaxt sənin qədrini bildim. Həkimlər olmayanda sənin yanına girdim. Səni çox sevdiyimi dedim. Bilmirəm, onda məni eşitdin ya yox, amma mən həqiqəti demək istədim arvad. Görürsən, hər şey geridə qaldı. Hər şeyi unut ay kişi. Mən həmişə sənin məni çox sevdiyini hiss eləyirdim. Hər nə iş elədimsə, sənin üçün elədim. Sən varlı olasan, dost tanışın yanında başı aşağı olmayasan deyə bunları elədim. Gözəl, bahalı kostyumlar geyinməyini istəyirdim. Qamətini düzəldib dik gəzməyini istəyirdim. Elə indi də istəyirəm. Bunu yadından çıxarma Murad. Ulduz, Allah qoysa sən tezliklə sağalacaqsan. İnşallah elə olsun ay kişi. Ay Ulduz, yaxşı. Bəsdir, özünü ələ al. Ha? Sənin üçün saqqız alım gətirim? Əvvəllər olduğu kimi. Murad, mən tək qalmaq istəyirəm. Oldu. Onda biraz təmiz hava al. Mən də indi gəlirəm. Xanım, Mən dediyimi alıb gətirdin, hə, aldım. Bunu neyniyim? mənə ver. Lazım olanda neyniyəcəyini sənə deyəcəm. Ümid eləyirəm qanunsuz bir iş görməyəcəyik. Böyük pul qazanmaq üçün bəzən belə işlər görməli oluruq. Başa düşdün? Başa düşdüm xanım. İndi mən tək qalmaq istəyirəm. Gedə bilərsən. Yaxşı. Məsləhət almaq istəsəm də heç bir yaxınım yoxdur. Anamın başı özünə qarışıb.
atamın mənlə heç bir işi yoxdur. Ona dərdimi danışmağın mənası da yoxdur. Əslində ona problemimi deməyə də utanıram. Əvvəl nənəm var idi. Amma onu da itirdim. Həmin vaxt var dövlət mənim gözümü kör eləmişdi. Ərim getsə də, gərək mən nənəmdən üz döndərməzdim. Saxta nəvə olsam da, bəlkə də məni hər şeydən uzaqlaşdırmazdı. Mən neynədim, hə? Lap başımı itirmişəm. Dayanmadan nə qədər səhvlər elədim. Əgər zamanı geri qaytarmaq mümkün olsaydı, həmin gün nənəmdən üz döndərməzdim. Elnur nə qədər desə də, gərək ona yalvarıb, xahiş eləyib nənəmi yanımda saxlayaydım. Elnur anamı itələyib yıxanda ona alçaldıcı sözlər deməzdim. Bəlkə də onda Elnur boşanıram sözünü dilinə gətirməzdi. Bütün günah məndədir. İndi Elnurun yanına da qayıda bilmirəm. İndi bu evdə mənim heç bir hüququm yoxdur. Salam əleyküm. Əleyküm salam. Necəsiz, yaxşısınız? Çox sağ ol. Yaxşı, məni niyə çağırmısan oğlum? Bir məsələ ilə bağlı mənə məsləhətiniz lazımdır. Əla. Əgər bu İslam dini ilə bağlıdırsa, sənə hansısa köməyim dəyəcəksə buyur. Molla əmi, mən bir səhv iş görmüşəm. Əgər səhv elədiyini düşünürsənsə tövbə elə. Yaradan bağışlayandır. Tövbə eləyən adamı Allah həmişə bağışlayır. Amma elədiyim səhv adi səhv deyil. Necə? Bu nə səhvdir belə? Bilirsiniz, mən öz həyat yoldaşıma 3 dəfə boşanıram sözünü dedim. Nahaq belə eləmisən oğlum, nahaq eləmisən. Özüm də bunu başa düşdüm, amma mən bunu anlayanda artıq gec idi. Oğlum, boşanıram sözü deyəndə ailə həyatı alt-üst olur. Bütün sözlərin içində Allaha xoş gəlməyən söz məhz boşanıram sözüdür. Amma mən həyat yoldaşımı çox sevirəm. Ona boşanıram sözünü desəm də, ondan ayrılmaq istəmirəm, Molla əmi. O artıq sənin üçün naməhrəmdir oğlum. Artıq o qadın sənin həyat yoldaşın sayılmır. Onunla yenidən kəbin kəstirə bilərəm. Təəssüf ki, yox. Axı mən bu sözü əsəbləşib demişəm. Deyirlər ki, əsəbi başda ağıl olmaz. Hər vəziyyətdə nə qədər əsəbləşsə də, gərək insan ağılla iş görə. Yəni həyat yoldaşımı geri qaytarmağın bir yolu yoxdur. İndi o qadın başqa bir adamla kəbin kəstirməlidir. O adam onu boşayandan sonra sən yenidən o qadınla kəbin kəstirə bilərsən. Yox, bu mümkün deyil. Mümkün olduğu qədər boşanıram sözünü deməmək lazımdır. İndiki cavanlar sərxoş olanda ya da əsəbləşəndə məhz bu sözü işlədirlər. Bu isə heç doğru deyil oğlum. Bəziləri özünü göstərmək üçün, bəziləri isə həyat yoldaşını qorxutmaq üçün bu yola əl atır. Sonra isə eynilə sənin kimi peşman olur. Ona görə də gərək hər bir addımını düşünüb atasan. Sağ olun, Molla. Buyur oğlum. Bağışlayın, sizi də narahat elədim. Gəldiyiniz üçün sağ olun. Dəyməz oğlum. Yaxşı, onda mən sizi yola salarım. Yaxşı, salamat qal. Eviniz ruzi bərəkətli olsun. İşin avand olsun. İnşallah. Amin. Amin. Allahu Ekber. Aferin Şakir. Bacardın. Artıq səndə alınır. Sağ ol. Salam nənə. Salam. Otur. Oğlum, sən hardaydın? Əvvəlcə atamın yanına getdim. Sonra da evə molla çağırdım. Niyə? Mən Banu ilə barışmaq istəyirdim. Nə dedin? Nəyə görə? Sakit ol nənə. Bu mümkün deyil.
Bunu mənə molla dedi. Banu ilə yenidən barışa bilmərəm. Oğlum, mən bunu səndən heç gözləməzdim. Nənə, hər nə olsa da mən Banunu sevirəm. O sevgini lənətə gəlsin. Səmada sevirəm deyib düşmənimin nəvəsinə ərə getdi. Axırı nə oldu? Sən də mənə qoca vaxtımda əzab vermək istəyirsən? Nənə, elə demə. Mən sənin ürəyini ağrıtmaq istəmirəm. Sənin baban da məni sevdiyi üçün ailəsini dağıtdı. Mən axmaq toydan sonra babanı sevdim. Ondan boşanmaq istəmədim. İstəsəydim onun birinci arvadı dava eləyəndə götür apar, bu sənin ərin, bu da sən deyərdim. Belə olsaydı nə Qasım, nə də sənin atan doğulmazdı. Onların heç biri dünyaya gəlməzdi. Bütün bunlar da baş verməzdi oğlum. Həmin vaxt mənim ağlım və gücüm çatmadı. Ondan ayrılmadım. Nənə, Yadında saxla. Sevgi heç vaxt xoşbəxtlik gətirmir. Sevgi bədbəxtlik, dərd bəla gətirməkdən başqa heç nəyə yaramır. İndi isə mənə yaxşı qulaq as oğlum. Sevgini, Banunu unut. Mən Banunu qaytarmağına razı deyiləm. Nə olur olsun. O ulduzun qızıdır. Banu da əvvəl-axır anasını oxşayacaq. Ot kökü üstə bitər deyiblər. Sən bu haqda eşitməmisən? Bunu heç vaxt yadından çıxarma. Deməli, mən heç vaxt Elnura geri qayıda bilməyəcəm. Yenə az da olsa ürəyimdə ümidim var idi. Axırıncı ümidimi də itirdim. Mənə bax, bu artıq daha yaxşıdır. Nədir, indi oyuncaq oynayacağıq? Bu sənin üçün oyuncaq deyil. Şeyə ateş açacağıq? Sən hələ ateş aç baxaq. Hərbi xidmətə getmisən? Deyəsən sənə məni ələ salmaq üçün pul verirlər, hə? Pul haqqında danışma. Əvvəlcə bacarığını göstər. Əvvəllər bundan istifadə eləməmişəm. Yaxşı, yaxşı. Ver mənə, ver. Ver görüm, ver. Buyur. Yaxşı bax. Məşq elə. Şüşələr oradadır. Bəs güllələr? Elə güllələr də oradadır. Salam aleyküm ana. Əleyküm salam. Əyləş. Ana, istədiyiniz kimi açıq yaşıl çay dəmləmişəm. İçinə də xoşladığınız kimi limon və nabat saldım. Canın sağ olsun. Sağ ol. Dadına baxın görün necə hazırlamışam. Çox yaxşıdır. Əla alınıb dadlıdır. Nəvəm Səmadan sonra heç kim belə dadlı çay dəmləməmişdi. Sağ ol. Yaxşı ki, limon və nabat arasında dərmanın dadını hiss eləmədiniz.
Alo, Elnur. Oo, Samir, sənsən? Hə, tanıdın? Bu mənəm. Mənim üçün darıxmısan. Sağ qayıtdığına görə səni təbrik eləmək istəyirdim. Sənin üçün çox darıxmışdım, Elnur. Məni ələ salma, Samir. Sənin kimi mənim üçün kəfənlə tabut hazırlayanların da planı alınmadı. Qulaq as gör nə deyirəm. Səndən görüşüb danışmalıyıq. Nə sözün var? Görüşəndə bilərsən. De, eşidirəm səni. Bu telefonda danışılacaq söz deyil. Nədir? Məndən qorxursan? Gələcəksən? Kişi deyilsən? Sən özündən danış. Ünvanı göndər. Yaxşı, danışdıq. Səni gözləyirəm. Biraz cəld ol. Vay. Hə, qızım. Hardan gəlirsən? Ana, attığım hər bir addım üçün əvvəl sənə, sonra ərimə hesabat verməliyəm. Ay. Mən sənin ananam. Bəs sən necə? Öz anana hesabat verirdin? Bura bax ay qız. Sən mənim sözümü özümə qaytarırsan? Hə? Sən nənəm rəhmətliyə nə qədər əzab vermisən? Mən hər halda sənin kimi eləmirəm. Nə dedin? Hə? Niyə əsəbləşirsən? Mən həqiqəti dedim. Sən indi həqiqəti demirsən. Sən xalan kimi danışırsan. Xalamdır da, əlbəttə onu oxşayacam. Əgər birdən məni tapdalayıb xalanla barışıb eləsən, mənim sənin kimi qızım yoxdur. Bu sözümü yadından çıxartma. Başa düşdün? Hə, nə istəyirsən məndən? Səndən açıq söhbət eləmək istəyirəm. Nə haqda? Banu haqda. Axı mənim arvadım haqqında danışmağa necə cürət eləyirsən, hə? Banu artıq sənin arvadın deyil. Yadından çıxıb ona boşanıram demisən. Sən bu sözü hardan eşitmisən? Hə, gizlicə söhbətə qulaq asırsan? İnsan hər gün nə qədər söz eşidir. Boşanıram dediyin qadınla artıq yaşaya bilməzsən. Bu haqda mən səndən məsləhət istəmirəm. Söhbəti çox uzatma. Mənə dəqiq cavab de. Buna heç ümid eləmə. Heç vaxt bu olmayacaq. Xoşluqla Banudan boşan. Onsuz da o yazıq qızla onun istəyi olmadan evlənmisən. Bura bax, o mənə öz istəyi ilə ərə gəlib, bildin? Yalan deyirsən. Banu mənim sevgilimdir. Banu mənim arvadımdır. Banu üçün ölməyə hazırsan? Amma mən hazıram. Hə, vur. Vur dedim. Ateş aç! Əlimi sənin haram qanına bulamaq fikrim yoxdur.
Elə bu sözünə görə də Banu heç vaxt sənin olmayacaq. Odur ki, əlindən nə gəlir elə. O mənim qanuni arvadımdır. Heç vaxt ondan boşanmayacağam. Mərdsənsə, onda meydana çıx. Dayan Elnur! Seni öldüreceğim! Öldüreceğim! Telefona cevap vermir. Telefon ya söndürülüp ya da ehate dairesi. Bu nömreye zeng çatmış. Telefon ya Ona söndürülüp zeng ya da ehate çatmış. dairesi haricinden. Babek. İkisinin de telefonu bağlıdır. Sema işsiz tozsuz yoxa çıxıb. Bir Elnur qalıb. Nələr baş verir ay kişi? Doğrudan Süleymanovlar nəsli davam eləməyəcək. Aslan Adilənin nəvəsidir. Yəni Süleymanovlar nəsli Adilənin övladları ilə davam eləyəcək. Buna imkan verməməliyəm. Çünki içəridəki ailə mənəm. Adilə yox. Adilə bayırdakı ailədir. Onu heç vaxt içəri qoymamalıyam. Hə şagird, alındı? Bilmirəm. Baxmaq istəyirsən? Ateş aç baxaq. Deməyə sözüm yoxdur. Ustadını keçməyən şagird deyil. Hə, hərbi xidmətə getmisən? Ay sən. Gedək o tərəflərdə qaçaq. Bax orada. Haydi, Oraya başlandı da. Oğlum, sənə sözüm var idi. Biraz həyətdə oturmaq istəyirəm. Sözün varsa buradadır. Eşidirəm səni. Oğlum, kişilərdən yalnız sən qalmısan. Bütün ümidim sənədir. Bilirəm nənə. Mən mütləq sənin ümidini doğruldacağam. Bilirəm oğlum. Amma indi Süleymanovlar nəsli davam eləməlidir. Sənsə arvadından boşanacaqsan. Elnur oğlum, arvadından rəsmi şəkildə boşan. Səni başqa qızla evləndirəcəm. Kimdən? Rəfiqəmin yaxşı bir nəvəsi var. Ondan. Deməli gəlin hazırdır nənə. Hə, əsas odur, sən Banu ilə boşan. Gəlini isə özüm tapacam. Yaxşı nənə. Amma mənə biraz vaxt ver. Mən bu haqda fikirləşməliyəm. Yaxşı. Amma tez fikirləş oğlum. Oldu?
Elnura ərə gələcək gəlin də hazırdır. Mən neynədim? Nə oldu? Az da olsa dəyərim yoxdur. Ərim məndən boşanıb, başqası ilə evlənib xoşbəxt yaşayacaq. Yox, mən buna imkan verməməliyəm. Gəldin? Gəldim. Nəvəm hər şeyi öyrənə bildi? Nəvəniz fikirləşdiyimdən daha bacarıqlı və ağıllıdır. İnanılmazdı. Qorxurdum ki, o dözümsüzdür. Əgər çalışsaq, tezliklə depressiyadan çıxacaq. Onun ürəyindən sevgisini çıxarmaq lazımdır. Elə eləmək lazımdır ki, o qız haqda bir də fikirləşməsin. Bu çətin məsələdir. Adətən sevgi ürəkdə ömrü boyu yaşayır. Mən sənə deyirəm ki, nəvəm o qızı unutmalıdır. Yaxşı, onunla çətin məşqlər eləyəcəm. Onda qız haqda düşünməyə vaxt olmayacaq. Yaxşı. Nəvəm mərhəmətsiz bir insana çevrilməlidir. Hər şey dediyiniz kimi olacaq. O tamamilə başqa bir insana çevrilməlidir. Bizim nəslimizə, bizim qana münasib olmalıdır. Baş üstə. Hə, qızım. Nə oldu? Hər şey sona çatdı, ana. Tezliklə buradan qovula bilərik. Niyə qovuluruq? Nə sona çatdı? Belə sözlər danışma. Allah uzaq eləsin. Mənə bax Banu, xahiş eləyirəm. Ağlayıb sızdama. Tez ol sözünü de. Sənə nə olub? Eşitmirsən danış deyirəm. Məni əsəbləşdirmə. Danış görüm. Ana, Hə, Səltənət ana Elnur'u evləndirmək istəyir. Dedi ki, özü gəlin tapacaq. nə dedin? Vay, o şikəst başqası ilə evlənmək istəyir. Ana, dedi ki, sən nəslimizin davamçısısan. Ona görə də tez bir müddətdə başqası ilə evlənməlisən. Hə, başqa qız gəlsə, dəqiq səndən məni bu evdə yaşamağa qoymayacaq. Üstəlik Səma da yoxdur. Oy, Səma, indi kim bilir haralarda sülənir. Bir dəfəlik qaçıb gizlənib. Oy, indi bu qədər var dövlətə hansısa tanımadığımız bir qız gəlib sahib çıxacaq qırmızı evə. Oy, buna imkan vermək olmaz. Anacığım, təsəvvür eləyirsən? Elnur indi məndən rəsmən boşanacaq. Evlənəcəyi qız heç imkan verər, onun keçmiş arvadı burada qalsın. Nədir? O gələndən sonra mən onun qulluqçusu olacağam. Heç vaxt belə bir şey olmayacaq. Mən varam, anan var. Özünü ələ al. Mən buna heç vaxt imkan vermərəm. Hə. Anan gəzə bilməsə də, yarımcan olsa da, sənin alçaldılmağına imkan verməz. Mən bu haqda fikirləşməliyəm. Hər şeyə dözə bilərəm. Amma kimsə səni alçaltsa, mən buna dözə bilmərəm. Ana, nə olar bir yolunu tap. Deməli, Səltənət anaya dərman verməklə düz eləmişəm. Bu işi daha da tezləşdirməliyəm. Ata, mən bir şey fikirləşdim. Mən Süleymanovların içinə girmək istəyirəm və onları tamamilə yox eləmək istəyirəm. Bu işdə mənə sənin köməyin lazımdır, ata. Nə üçün? Bunun səbəbi çoxdur. Heç olmasa mənə 3 səbəb say. Birinci səbəb odur ki, onların evində uzun illər işləmişəm, onlara xidmət eləmişəm. Bu illər ərzində onlar məni çox alçaldıblar. Qüruruma toxunublar. Özlərinə uyğun hesab eləməyiblər. Tutarlı səbəbdir. İkinci səbəb. Səma, o qardaşım Aslanı bıçaqladı. Mən mütləq ondan qisas almalıyam.
Axı Aslan mənim qardaşımdır. Bu mühüm səbəbdir. Bəs üçüncüsü? Üçüncüsü, ən pisi isə həmin o şikəsdir. O məni alçaltdı. Onda bu nəsli bir dəfəlik yox eləmək vaxtı gəlib. Ata, mən də bunu eləmək istəyirəm. Düşməni məğlub eləmək üçün silah vacib deyil. Sadəcə ağıl işlətmək lazımdır. Bunu eləməyəcəksənsə, bu baş sənin nəyinə lazımdır? Səni başa düşdüm, ata. Əgər elədirsə, onda ilk addımı biz atacağıq. Mən sənə bir neçə sənəd verəcəm. O sənədlərə diqqətlə nəzər sal. Bununla biz adi qar uçqununu əsl qasırğaya çevirəcəyik. Yaxşı, ata. Səni başa düşdüm. Dozanı artır. Səltənət ana bunu hiss eləməz ki. Nə olar? Biraz ağlını işlət də, reyhan, yarpız, limon, çaya nəsə qarışdır ver. Görürsən? Axşam yeməyi bişirmisən. Ətri hər tərəfə yayılıb. Onun içinə də, hə? İstəyirəm tez təsir eləsin. Tez təsir eləsə, tez də aramızdan gedəcək. Düzünü desəm, heç nə başa düşmürəm. Bu nəyinizə lazımdır? Onun evində yaşayırsınız. Sizə heç bir pisliyi dəyməyib. Sakit ol. Mənə sual vermə. Bugün suallara cavab verən günüm deyil. Yox, amma Mənə ağıl öyrətmə. Dediyimi elə və salam. amma Bəsdi söhbəti uzatdın. Başa düşdün? Elə bilirsən o qoca yaxşı adamdır. Onun necə olduğunu hələ görməmsən. Oy, görməmisən. Yaxşı. Al bu keçəlin ikisini götür. Yenə verəcəm. bir vaxtlar ərim də mənə bu qədər pul verərdi. Heç bir iş görməsəm də. O vaxtlar heç bir iş görməsən də ərin sənə pul verirmiş. İndi isə zəhmət çəkib iş görüb pul qazanırsan. Hələ yenə verəcəm, yaxşı? İşini yaxşı gör, bildin? Bir də ağzını qıfıllasan, daha yaxşı olar. Yaxşı, baş üstə. Bunu da götür apar. Ay Allah, uşağım əlində qalmışam. Belə də iş olar. Bizim bir-birimizə qovuşmamağımız ucbatından çox adam zərər gördü. Düzdür. Mən gördüm. Sən bıçaqlansan da məni axtardığını, sözünün üstündə durduğunu gördüm. Mən də bilirəm. Mən bıçaqlananda yanıma gəlib ağladığını, məni hər zaman sevdiyini yaxşı bilirəm, Səma. Bağışda. Mən özümü elə aparırdım ki, güya yaddaşımı itirmişəm. Mən buna məcbur idim. Səhv elədiyimi özüm də bilirəm. Sən üzr istəmə, Səma. Hər bir insan səhv eləyə bilər. Amma əsas odur, insan elədiyi səhvləri düzəltmək istəsin. Gəl, indi bundan sonra bir yerdə olaq. Bəs başqaları necə? Başqaları demə. Başqalarını unudacağıq. Bundan sonra yalnız ikimiz bir-birimiz üçün yaşayaq. Razısan? Qorxuram Aslan. Qorxma. Bundan sonra həmişə mən sənin yanında olacağam. Götür. Davam elə. Götür. Bir dəfəlik canımı al. Götür dedim sənə. Ölsəm qoy sənin əlində ölüm. Əgər məni vurmayacaqsansa, qisas hissin sönübsə, mənlə gedək. Sən mənim arvadımsan. Başa düşdün?
O səndən heç yerə getməyəcək. Sən niyə özünü qəhrəman kimi göstərirsən, hə? Aslan dayan. O mənim gələcək ərimdir. Nə dedin? O mənim gələcək ərimdir. Bu ola bilməz. Ərin? Ərin? Eşitmədin? Aslan. Bəs də başqasının gələcək arvadının dalınca düşdün. Kişi. Nə? Ərin? Gedək. Axı mən neyniyim? Serial Space televiziyasının sifarişi ilə paylaşılır. Söndü gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.